Bakıda 7 mərtəbəli binanın damında toyuq cücə saxlanılır. Azyaşlılar isə burada velosiped sürürlər. Sosial şəbəkələrdə yayılan bu görüntülər müzakirələrə səbəb olub. Gündəmi zəbt edən 7 mərtəbəli binanın çardağındayıq. Sakinlər buranı istirahət zonası və uşaqlarının oyun oynaması üçün yer kimi istifadə edir. Nəzərə alsaq ki, burada heç bir qoruyucu vasitə yoxdur. Bu da hər hansı bədbəxt hadisənin yaşanmasının qaçılmaz olduğunu göstərir. Hətta bir neçə il öncəyədək binanın damında çox sayda ailə yaşayıb, ancaq baş verən yanğından sonra vəziyyət dəyişib. Təxminən bir neçə il öncəyə kimi çardağın bir hissəsi mənzil kimi istifadə edilirmiş. Sadəcə yanğın olandan sonra həmin şəxslər ərazidən köçürülüblər. Hazırda isə həmin mənzilin içərisində sakinlər toyuq cücə saxlayırlar. Video görüntüdə lentə alınan velosiped sürən uşağın babası bildirir ki, həmin vaxt uşaq nəzarətsiz olmayıb, onun yanında olublar. O deyib ki, binanın damında hər gün onlarla uşaq oynayır. Səbəb isə həyətdə uşaqların oynamasına yerin olmamasıdır. Nəzarətsiz deyil, yanda oluruq, özümüz otururuq burada, uşaq da burada oynayır. Demək olar ki, balaca uşaqların 90% burada oynama yeridir, orada oynayırlar. 29 ildir burada yaşayır, burada da uşaq oynayır. Öz üzr istəyirəm, evlatlarım burada böyüyür. Maşından yer yoxdur, maşına görə ehtiyat edirik, uşaqlarımızı həyata buraxmırıq. Belə işlərə görə uşaqlar yanımızda olur. Biz də bilirik, bura qorxuludur, amma məcburiyyət qarşısında biz burada yaşayırıq. Məcburiyyət qarşısındayıq. İnşallah yaxın zamanlarda öz torpaqlarımıza qayıdarıq inşallah. Həmin binada təhlükəsizliyin təmin edilməsi ilə bağlı Yasamal rayon icra hakimiyyətinə müraciət etdik. Binanın başqa quruma aid olduğu bildirildi. Hansı quruma aid olduğunu isə araşdırıb deyəcəklərini bildirsələr də gün sonuna kimi məlumat verilmədi.